Xoş gördük. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin Maliyyə Hüququ İşçi qrupunun ikinci görüşüdür. İkinci görüşdə də biz yenə əvvəlki görüşümüzdə olduğu kimi çox maraqlı bir mövzunu əhatə etməyə çalışacağıq. Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlıdır. Müzakirəmiz, mən ilk öncə bütün iştirakçıları salamlayıram və iştirakçılara ən əsası öz təşəkkürümü bildirmək istəyirəm. Mən moderator olaraq Əfqan Baxışov bu tədbirdə iştirak edirəm və panelistlərimiz ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı məsələlərdə kifayət qədər təcrübəsi olan təcrübəli ekspertlərdir. Tamerlan Rüstəmov Azərbaycan Banklar Assosiasiyasının işçi qrupunun rəhbəridir. Bilavasitə də ödəniş xidmətləri, ödəniş sistemləri haqqında qanunun hazırlanmasında yaxından iştirak edib. Həm ekspert kimi, həm də Mərkəzi Bankda həmin dövrlərdə çalışan zaman və digər bir panelistimiz Edqar müəllim. O da bu sahədə məsələ fintech şirkətlərindən birinin rəhbəridir, elektron pul təşkilatlarından birinin rəhbəridir və onun ən əsas tərəfi də ondan ibarətdir ki, bu qanunun tətbiqini bilavasitə yaşayan insanlardandır, şəxslərdəndir, biznesmenlərdəndir və növbəti panelistimiz Günay xanımdır. Günay Mahmudova Mərkəzi Bankda hazırda şöbə müdürüdür. Həm bu qanunun hazırlanmasında yaxından iştirak edib və eyni zamanda hazırda da lisenziyalaşdırma hissəsində hüquqi rəy verilməsində birbaşa olaraq əsas fəal iştirakçılardandır. Nüşabə xanım bizdə həm Vəkillər Kollegiyasının üzvüdür, eyni zamanda banklardan birində çalışaraq bu hissədə ödəniş sistemləri, ödəniş xidmətləri ilə bağlı məsələlərin hüquqi tənzimlənməsində də bilavasitə iştirak edir və hüquqi rəylərin verilməsində də fəaldır. Xoş gördük hamınızı. Bir daha təşəkkür edirik. Və əgər hazırsınızsa biz başlayaq artıq müzakirəmizə. Bilirik ki, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun təzə qəbul olunub. Yəni müddət olaraq qanun üçün 2023-cü ildə 14 iyulda qəbul olunubdu qanun. Və qanun 9 noyabrda qanunun özündə də göstərdiyi kimi keçid müddəalarına dərc olunandan 3 ay sonra qüvvəyə minib. Və 9 noyabr 23-cü ildə qüvvəyə minəndən sonra qanunun tətbiqinə dair də bir sıra qaydalar qəbul olunubdu Mərkəzi Bank tərəfindən. Həm lisenziyalaşdırma, əməliyyatların həyata keçirilməsindən bağlı, elektron pul təşkilatlarından bağlı, nizamnamə kapitalı və digər bu məsələlərdən əlaqədar tənzimləyici sənədlərdən sonra artıq lisenziyalaşdırma da başlayıb. Qanun özü preambula 9 fəsil və 68 maddədən ibarət bir qanundur. Bəlkə də həcmi kiçik görünə bilər, amma mənim özüm də yadımdadır ki, onun hazırlanmasında mən də iştirak edirdim bir xeyli müddət. Qanun uzun müddət hazırlanır. İndi onunla bağlı da biz xahiş eləyəcəyik ki, bizdə panelistlərdən öz fikirlərini də bildirərlər. Qanunun tənzimləmə predmeti ilə adından göründüyü kimi bir sıra subyektləri əhatə edir. Məsələn, ödəniş sistemləri, ödəniş xidmətləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemi operatorları həm onların hüquqi statusunu müəyyənləşdirir, həm də onlara münasibətdə tənzimləmə nəzarətin dövlət qurumları tərəfindən necə həyata keçirilməsini tənzimləyir. Yəni, kifayət qədər geniş sahəni əhatə edir və müasir dövrdə ödənişlərin bu elektronlaşması, ödənişlərin qloballaşması hazırda gedir və bundan kənarda qalmamağın da təminatıdır yəqin ki, bu qanunun özü və Mərkəzi Bankın da bu hissədə yanaşması çox vacibdir. İndi biz istəyərdik ki, xüsusi belə deyək, əhəmiyyət daşıyan həm biznes subyektləri üçün, həm elə nəzarət orqanı üçün, bu hissədə bu qanunun qəbulundan sonraki dövrdə yaşananlar üçün, proseslərlə bağlı onları anlamaq üçün bəzi suallarımız olacaq ki, biz sizlərə elə ünvanlayacağıq. Yəni, bununla bağlı sizlərin də qeydlərinizi bilmək istəyərik. İlk belə deyək, suallarımızdan biri ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı qanunu labud edən əsas məqamlar nədən ibarət idi? Yəni, o qanun qəbuluna qədər bizdə tənzimləmə var idi. İstər mülki məcəllə olsun, istər Mərkəzi Bankın qaydaları, təlimatlar və s. olsun. Amma nə üçün mütləq bu qanun lazım oldu? Və nə üçün qanuna, belə deyək, zərurət həm nəzarət baxımından yaranmışdı, yoxsa biznesin idarə olunması baxımından biznes bunu istəyirdi. Yəni, bununla bağlı bilmək istəyərdik. Həmçinin də mən sualımı Günay xanımla xüsusilə Tamerlan müəllimə yönəltmək istəyəcəm. Çünki birbaşa iştirak eləmişsiniz qanunun hazırlanmasında. Hansı təcrübələr əsas götürüldü bu qanundan ki, Azərbaycan üçün həm inkişafa yol açacaq və eyni zamanda bizim praktikaya da uyğunlaşması imkanları daha geniş olacaq. Buyurun Günay xanım, sizdən başlayaq.
Çox sağ olun. Mən də hər birinizi salamlayıram. Belə bir mövzunu aktuallaşdırdığınız üçün sizə təşəkkür edirəm. Çox maraqlı mövzudur həqiqətən. Suallarınızla bağlı onu bildirmək istərdim ki, hamınızın da bildiyiniz kimi 2023-cü ilədək, yəni qanunun qəbulunadək ümumiyyətcə ödəniş xidmətləri maliyyə bazarında yalnızca banklar, xarici bankların yerli filialları və poçt şəbəkəsi milli operator tərəfindən həyata keçirilirdi. Qanunvericiliyə əsasən onların göstərdiyi ödəniş xidmətlərinin qanuni əsası mövcud idi. Lakin buna baxmayaraq artıq həmin dövrə qədər uzun müddət idi ki, ödəniş xidməti istifadəçiləri bazarda lisenziyalaşdırılmayan digər təşkilatların da göstərdiyi və ödəniş xidmətinə uyğun gələn xidmətlərdən istifadə edirdilər. Belə ki, artıq bir çox təşkilatlar tərəfindən üçüncü şəxslərin xeyrinə ödənişlər qəbul olunurdu. İstər bu həm ödəniş terminalları infrastrukturu vasitəsilə, eyni zamanda internet şəbəkəsi vasitəsilə də həyata keçirilirdi, gerçəkləşdirilirdi. Bu ödənişlərə xüsusilə də kommunal ödənişlər daxil idi ki, insanlar bu ödənişlərin həyata keçirilməsi üçün qeyd etdiyim kimi lisenziyalaşdırılmayan, nəzarət olunmayan təşkilatlara müraciət edirdilər. Təbii ki, bu özlüyündə həm də risklər yaradırdı. Bu xidməti göstərən təşkilatların belə deyim, təqdim etdiyi xidmətlər rahat və daha əlçatan olmasına baxmayaraq, onların bu xidmətləri göstərməsinin hüquqi bazasının olmaması gələcəkdə ödəniş xidməti istifadəçilərinin hüquqlarının pozulduğu halda onların müdafiəsində risklər yaradır. Çox maraqlı bir məqamdır. Siz gələcəkdə bəs o riskləri qiymətləndirmə aydındır. Bəli, orada müəyyən risklər yaranırdı və bununla bağlı ümumiyyətlə praktiki olaraq şikayətlər daxil olurdumu sizə ki, həqiqətən də belə bir problemimiz var, ödəniş eləmişik, alınmır. Yəni bunun praktik tərəfi də mövcud idimi? Bəli, təəssüf ki, həmin dövrdə xeyli qanun qüvvəyə minənə qədər Mərkəzi Bankın özünə də, ondan əvvəl ləğv olunmuş Maliyyə Bazarının Nəzarət Palatasından da ayrı-ayrı vaxtlarda məhz bu deməli ödəniş terminalları vasitəsilə xüsusilə həyata keçirilən ödənişlərdə ödənişlərin yekunlaşmaması, ödənişin nəticəsində müştərilərin zəruri məlumatla təchiz olunmaması, bu kimi və digər məsələlərlə bağlı çoxsaylı müraciətlər daxil olurdu. Təbii ki, müraciətləri analiz edərkən görürdük ki, həqiqətən burada ödəniş xidmət istifadəçilərinin hüquqlarının pozulduğu hallar mövcuddur. Lakin bu tip müraciətlərə Mərkəzi Bank tərəfindən mandatına uyğun olaraq baxıla bilinmirdi. Çünki onlar Mərkəzi Bankın nəzarət subyektləri deyildilər. Məsələ bu tip halların belə deyim yaşanması, eyni zamanda beynəlxalq təcrübəni də təbii ki analiz eləyirdik. Ümumiyyətcə beynəlxalq təcrübədə qeyd etdiyim tip təşkilatlar ödəniş təşkilatları və elektron pul təşkilatları kimi klassifikasiya olunurdu və onlar adətən maliyyə bazarlarının nəzarət eləyən orqanlar tərəfindən nəzarət olunurlar, fəaliyyətləri tənzimlənir. Bütün bunlar təbii ki, artıq qanunun qəbulunu, belə bir qanunla bağlı layihənin hazırlanmasını labüd edirdi. Məhz ona görə elə Tamerlan müəllim tarixçəsi barədə daha geniş məlumat verər. Qanun layihəsi hazırlanmışdı və nəhayət 23-cü ildə qəbul oluna bildi. Layihə də hazırlananda beynəlxalq təcrübəyə geniş baxıldı. Xüsusilə də Avropa direktivlərinə baxıldı. Avropada 2009 və 2015-ci il tarixli elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və prudensial nəzarət, eyni zamanda daxili bazarda ödəniş xidmətləri haqqında direktivlər var idi. Hansı ki, bugün demək olar ki, bütün Avropada, bütün ölkələr qanunvericiliklərini hazırlayarkən məhz bu direktivlərə müraciət edirlər. Həmin direktivlər əsas götürülməklə, bununla yanaşı digər ölkələrin təcrübələrinə də baxılmaqla, xüsusilə ödəniş sistemləri sahəsində olan təcrübələrinə baxılmaqla qanun layihəsi ərsəyə gətirilmişdir. Onda üçün tamamlamaq, siz həm o direktiv, nə üçün o direktivi götürdük, Avropa direktivini? Məsələn, Amerikada və yaxud da digər inkişaf eləmiş bu sahələrin ödənişlərin inkişaf elədiyi ölkələrdə, məsələn, Çində tamamilə biraz fərqli yanaşmalar var. Niyə məsələn Avropa direktivini götürdük? Bir qədər onu istəyərdik sizdən məlumat almaq. Həm də bu direktiv Azərbaycana, yəni siz hesab edirsiniz qanundakı gətirməni, o normaların bizim qanunvericiliyə daxil olunması tam effektiv həyata keçirilibmi ki, bizim təcrübəyə də uyğundur? Əlbəttə ki, ilk növbədə mən də belə bir aktual mövzu ətrafında bizi topladığınıza görə hər birinizə minnətdaram. Təşəkkür edirəm. Əslində qalsa biz Avropa direktivi ilə paralel uzaq şərqə də baxırdıq. Malayziya, Sinqapur, Filippin təcrübəsi, Amerika Birləşmiş Ştatlarının təcrübəsi araşdırılmışdı. Qonşu ölkələrimizin deyək ki, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası onların təcrübəsinə də biz baxılırdıq. Deyə bilərdim ki, misal üçün uzaq şərq tərəfə baxdıqda Malayziya və Sinqapurda bu xidmətlər bir direktiv altında deyil, amma ayrı-ayrı hüquqi sənədlər çərçivəsində tənzimlənirdi. Yəni nəticə vahid bir sənəd qanun formasında deyil. Olmasa da ayrı-ayrı hüquqi sənəd çərçivəsində tənzimlərdə ayrı-ayrı qanunlar idi belə deyək. Amma Avropa direktivi yanaşması ona görə əlverişli idi ki, bütün çərçivənin bir sənədin daxilinə toplanmışdı və gələcəyə baxış daha çox idi.
Misal üçün, nümunə olaraq zərurətlərdən birindən qeyd etsək, innovativ ödəniş əllərinin fəaliyyətləri tətbiqi baxımından açıq banklıq texnologiyası. Sırf açıq banklıq texnologiyasının tətbiqi direktiv öz əksini tapır. Vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti təchizatçısı. Nəyə imkan verir? Ölkədə aktual mövzulardan biri ola biləcək rəqəmsal platformalaşmanın dərinləşməsinə imkan verir. Və yaxud da ki, elektron pul emissiyası. Elektron pul emissiyası direktiv öz əksini tapıb. Sonra digər dövlətlərin təcrübəsində yenə də dediyim kimi ayrı hüquqi sənədləri tapa bilərsiniz. Bəlkə də olmaya da bilərdi. Amma direktivin özünün paraleldə götürüb biz digər ölkələrdən təhlil etsək, aşağı-yuxarı əksəriyyətdə bir-birinə uyğun gəlir. Bir qədər Amerika Birləşmiş Ştatlarının təcrübəsi bir qədər fərqli ola bilər. Amma yerdə qalan dövlətləri araşdırdığımız dövlətlər təxminən şəxsən mən 15-ə yaxın dövlətin təcrübəsini araşdırmışdım. Direktivdən kənar. Yəni direktivdə bilirsiniz, Avropa Birliyində bir qədər dövlət sayı çoxdur, onu elə saymadan biz baxsaq, bizdə də bir cədvəlimiz də vardı. Hissə hamısına baxıb maddə-maddə müəyyənləşdiririk. Bir çoxlarının tələbləri uzlaşır. Zərurət tərəfindən desək də bizim başqa bir amil, düz Cünay xanım qeyd elədi ki, hansı ki uzun müddət olaraq fəaliyyət göstərirdi. Bunun başqa bir tərəfi də vardı. Həmin təşkilatlar, Edgar bəy də təsdiqləyə bilər, özlərinin təsdiqini istəyirdilər ki, bu həm ölkə xarici bazara çıxanda göstərsinlər ki, başqa ölkələrdə olduğu kimi bizim də fəaliyyətimiz artıq lisenziyalaşdırılır. Həm də özlərinin dövlət qurumları və digər maliyyə institutları qarşısında təsdiq etmək istəyirdilər ki, yəni biz artıq tənzimlənən bir qurumuq, biz də misal üçün dövlət layihələrində iştirak edək. Niyə də yox? Yəni başqa ölkələrin təcrübəsi bunu göstərir. Yəni onların öz tərəfindən də bir zərurət var ki, o təsdiqlənmə özlərinin öz fəaliyyətini təsdiqləsinlər. Əllərində bir sənəd olsun ki, həqiqətən bunlar ekosistemin bir real üzvləridir. Çox sağ olun. Mən növbəti sual Şəfa xanım burada qeyd olunan qanun banklar üçün hansı əsas yeniliklər gətirdi? Yəni qısa sizdən məlumat istəyərdik. Nə üçün banklar bilirik ki, maliyyə bazarlarının tərkib elementi olaraq, subyektlər olaraq bəlkə də kapital baxımından, fəaliyyətin genişliyi baxımından ən əsas subyektlərdir. Yəni onlar hamısını əlaqələndirir, birbaşa ödənişlərdə iştirak edirlər, ödəniş sistemlərində iştirak edirlər və s. Bu baxımdan banklar üçün sizcə bu qanun olana qədər və qanundan sonra əsas yenilik nə oldu qanun qəbulundan sonra? Belə deyək, qanundan sonra bütün maliyyə institutları əslində tədbirlər planı hazırlamaqla bu implementasiyanı həyata keçirməli oldular. Çünki həm banklar üçün yenilik idi, həm ödənişlərlə belə deyək, ödəniş xidmətlərini əslində bir al vasitə göstərən yeganə maliyyə institutlarından biri bank idi. Digər maliyyə institutları belə deyək, maliyyə bazarlarının subyektləri, sığorta şirkətləri, investisiya şirkətləri bu əməliyyatları banklar üzərindən həyata keçirdiyi üçün bu biraz bizim iş yükümüzü artırmışdı. Əsas dəyişikliklərdən biri belə deyək də tətbiq eləmək üçün qarşımıza çıxan məsələlərdən biri məlumatlandırma öhdəliyi idi ki, qanun məlumatlandırma öhdəliyini gətirdi və artıq həm müqavilə imzalanmazdan əvvəl, həm ödəniş sərəncamının icrasından sonra biz müştərilərə məlumat verməli oluruq. Eyni zamanda ödəniş sərəncamının icrasından əvvəl ödəniş sərəncamının icrasına dair müəyyən məlumatları, məsələn, ödəniş sərəncamının icrası müddəti, şərtləri, hətta komissiya məbləğlərini belə əvvəlcədən yazılı qaydada və yaxud da ki, öz saytlarımızda dərc etmək vasitəsilə müştərilərimizə çatdırmaq öhdəliyimiz var. Yeniliklərdən digər biri isə gücləndirilmiş müştəri autentikasiyası idi ki, qanun qəbul olunana qədər bu instrument Mərkəzi Bankın bank hesablarının açılması, aparılması, bağlanması qaydalarında sadəcə məsafədən bank hesabına münasibətdə tətbiq olunurdu və digər əməliyyatlarda tətbiqi nəzərdə tutulmamışdı. Qanun bizə imkan verdi ki, gücləndirilmiş müştəri autentifikasiyasından istifadə etməklə rəqəmsal ödənişlərə keçə bilək, ödəniş sərəncamlarını qəbul edə bilək və ilk növbədə yaranan suallardan biri o idi ki, gücləndirilmiş müştəri autentifikasiyası necədir, hansı elementlərdən istifadə oluna bilər? Hal-hazırda o həllini tapıb, sadəcə qarşımıza çıxan əsas problemlərdən biri oydu. Belə deyək də, tam həllini tapıbmı, o da sual altındadır əslində. Səmimi olacaq, bəli. Hansısa məqamlar var ki, bəli, dəqiqləşdirilməlidir. Xüsusilə bu mobil bankçılıq üzərindən təqdim olunan xidmətlərdə aydınlaşdırılmalı məqamlar var. Gətirilən yeniliklərdən digər biri nə idi? Ödəniş agenti məsələsi idi ki, bankların bundan əvvəl ödəniş agenti xidmətindən istifadə eləməklə öz xidmət şəbəkəsinin genişləndirilməsi imkanı məhdud idi. Çünki həm banklar haqqında qanun, həm belə deyək də, bank sirri baxımından, xidmətin yalnız bankın inzibati binasında göstərilməsi tələbi baxımından bir neçə belə qanunvericilikdə məhdudiyyətlər var idi. Əvvəlcə pilot rejimdə Mərkəzi Bankdan bir neçə kommersiya bankı Beynəlxalq Maliyyə Korporasiyasının iştirakı ilə test rejimdə belə deyək də,
ödəniş agenti xidmətini göstərdik qısa müddət ərzində. Sadəcə qanunvericilik hissəsi çox məhdudlaşdırırdı bizi. Qanunun qəbulundan və ödəniş agenti məsələsinin tənzimlənməsindən sonra artıq bankların digər qurumlarla müqavilə imzalamaqla, bəli, ödəniş agentindən istifadə etməklə öz xidmət şəbəkəsini genişləndirmək imkanı da verdi. Əsas bizim tədbirlər planında icra elədiyimiz bunlar idi. Təbii ki, məsələlər çox böyükdür. İnformasiya təhlükəsizliyi məsələsi var ki, hansı ki, gündəlik hal-hazırda da yaşadığımız problemlər var, kiber təhlükəsizlik. Bununla bağlı da xüsusi tələblər gətirdi qanun bizə. Çox sağ olun. Bizim növbəti ilə qanunun əsas gətirdiyi yeniliklərdən biri elektron pul. Bayaq da Tamralan müəllim də xüsusilə qeyd elədi ki, direktiv nə üçündür? Açıq direktivin qəbulundan xeyli müddət keçmişdi biz bu qanunu qəbul edəndə. Və həmin dövrdə də hələ elektron pulun ümumiyyətlə anlaşılması, qəbulu suallar var. Yəni bir çox cəmiyyətdə, üzvlərdə, şəxslərdə. Çünki elektron pul həm yeni anlayışdır, yeni tətbiqdir. Siz daha çox bilmək istəyərdim elə həm bu sahədə mütəxəssis Edqar müəllim də deyə bilər ki, Tamralan müəllim də çox istəyərdim ki, öz fikirlərini desinlər. Elektron pul ümumiyyətlə nə deməkdir və elektron pul təşkilatı? Yəni nə baxımdan bəzən oturub anlayışa baxırsan qanunda mənim bankdakı hesabımda olan puldan tutaq ki, mən onu istəyirəm dollara çevirirəm və yaxud da başqa valyutaya icazə verilən hədlərdə və s. Yəni bu halda onun digər mənim elektron pulda olan və müsbət də eyni olmalıdır ya yox, indi ona da öz fikrinizi bildirərsiniz. Qanunun tələbləri var konkret. Yəni bunu ondan fərqləndirən əsas cəhət nədir? İstifadə imkanlarıdırmı, formalaşma mənbəyidirmi, yoxsa ona yanaşan tənzimləmə fərqidir ki? Əslində qalsaq bir qədər tarixçəyə yanaşsaq, elektron pul əvvəlcədən ödənilmiş kartı kifayət qədər bir-birinə oxşar, bir çox halda yeni götürən alətlərdir. Elektron pulun özəlliyi nə idi? Parakende ödənişlər nağdsız dövrəyə gəlsin. Götürək nümunə olaraq Bakı kartı. Qəbul edilən məbləğ həcmində emisyondur. 5 manat daxil edirsiniz, 5 manat əldə edirsiniz. Əsas şərt nədir? Üçüncü tərəf ödəniş kimi qəbul etsin. Bakı kart həm Bakı avtobuslarda istifadə olunur, həm də Bakı metropolitenində. Üzrdən tanımıram. Üçüncü tərəf deyəndə nəzərdə tutursunuz? Üçüncü tərəf deyəkdə burada iki tərəf bilirsən, iki tərəfdir. Mənəm, bir də onu emisiyadan təşkilat. Yəni mənəm, bir də misal üçün şərti deyək United Payment-dir. Yəni üçüncü bir subyektin olmaq kifayət edir ki, bu elektron pul sayılsın. Üçüncü subyekt onu ödəniş kimi qəbul etsin. Hansısa bir mağaza ola bilər, kommunal. Artıq üçüncü subyekt olan kimi bu artıq elektron pul kimi qüvvəyə minir. Sual çıxa bilər ki, elektron pul bankda olan hesabımız fərqi nədir? Elektron pul eyniləşməmiş də ola bilər. Amma bank hesabında biz, mən bildiyim qədər mütləq qayda eyniləşməni təqdim etməliyik. Elektron pulda ümumi əməliyyat həcminin limitə, emisyondan limitə Mərkəzi Bank məhdudiyyət tətbiq edə bilər. Digər dövlətlər edə bilər. Nəzarət qurumu deyə bilər ki, A elektron pul təşkilatı sən il ərzində misal üçün 10 milyon manatdan və yaxud da ekvivalentli xarici valyutadan yuxarı emissiya edə bilmərsən. Yaxşı, onda üzr istəyirəm, sualımı başqa cür verim. Yəni o hissələr hamısı bir qədər çox oxşar hissələrdir. Yəni ən əsas məqam çox üzrə faiz məsələsi. Elektron pulda faiz hesablana bilməz məbləğin qallığına, amma bank hesabında məbləğin qallığına faiz hesablanır. Hesablamadığı hallarda var, amma hesablana bilir. Maraqlı məqamda da Evram müəllim sizə verim o sualı. Mən vətəndaş olaraq niyə pulumu elektron pula çevirim ki, bankdakı hesabımda saxlamayım? Çox sağ olun. Bayaqdan regulyativ aspektlərdən qeyd olunan məqamları sanki elektron pulla bank hesabının uzlaşmasını təqdim edir Tamralan bəy və burada bank hesabının üstünlüklərindən danışdı. Amma biz danışsaq elektron pul hesabının üstünlüyündən. Birinci, ümumiyyətlə elektron pul xidmətinin təqdim olunması rəqəmsal ödəniş alətlərinin genişləndirilməsinə xidmət etməklə yanaşı, buradakı bir növ hesabın açılmasındakı son istifadəçi, yəni ödəniş xidməti istifadəçisinin rahatlığı və bu açılan hesabın çevikliyi, verilən innovativ həllər və əlbəttə regulyator qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş ümidvarıq ki, gələcəkdə virtual aktivlərlə birlikdə digər ödəniş alətlərinin də bir yerdə cəmlənməsidir. Əlbəttə deyə bilərik ki, hər hansı bir bank da bunları eləyə bilər. Teorik olaraq bunu eləyə bilər banklar. Amma mən buradan belə meydan oxuyurmuş kimi deyirəm, özləri də bilirlər. Özüm də bir köhnə bankdan çıxmış bir şəxs kimi deyirəm ki, banklar bunu eləyə bilmir. Çünki bankların regulativ tənzimləmə orada çoxdur. İkimizdə də var əslində indi. Bu çox yaxşı oldu bu arada. Mərkəzi Bank tərəfindən ədalətli və şəffaf şərait yaradılıb bizə də, banklara da. Amma bizim o vizyonumuzdakı o məqam ki, bir digər tərəfdən də kreditləşmədə böyük həcmlərlə iştirak edə bilməməyimiz və bank hesabı olmayan kütləyə fokuslanan xidmət yanaşmamız, xidmət mədəniyyətimiz, çevik və ucuz əlçatan ödəniş alətlərinin müştəriyə ödəniş xidməti istifadəçisinə təqdim olunması gətirib ona çıxarır ki, biz bankdan daha çevik və bizim qurulmağımıza nizamnamə kapitalı olsun, ekosistemin yaradılması. Yəni, üstəm, əsas fəaliyyətiniz kreditləşməyə mi yönəlib, yoxsa başqa? Əksinə yönəlmədiyinə görə bizim marağımız ondadır ki, biz
ödəniş xidməti istifadəçisinə fərqli və xüsusi dəyər qatan, onun problemlərini həll edən həlləri təqdim edir. Daha ucuz və daha çevik. Məsəl üçün, bayaq qeyd etdiyiniz o üçüncü tərəflərdən emissiya olunmuş elektron pulun üçüncü tərəfindən qəbul olunub olunmaması hissəsi var. Bizim öz təcrübəmizdən belə götürə bilərəm ki, hesabın açılmasında verdiyimiz sürətlə yanaşı bizim API-lər üzərindən qurduğumuz beynəlxalq ödənişlərin təchiz olunması xidməti var, məsəl üçün. Banklar bunu Swift üzərindən eləyəndə həm bunun xərci gəlir daha çox olur, həm müddət olur. Korrespondent bankların səbəbi ilə həm xərc, həm vaxt gedir. Amma bizim öz şəbəkəmiz daxilində və yaxud partnyor şəbəkəsi ilə birlikdə qurduğumuz xidmətin üstünlüyü ondan ibarətdir ki, instant, ani ödənişi təmin etmiş oluruq. Buradan oturub bizim elektron pul hesabından Türkiyəyə bir kliklə pulu göndərə bilirsiniz və elə bir qiymətə bunu eləyə bilirsiniz ki, heç bir bank bizdən rəqabət apara bilməz bu istiqamətdə. Bu, onlardan bir çox üstünlüklərdən biridir. Bir də icazə versəniz, bayaqki suala mən qısa şərhimi bildirim ki, Tamerlan bəy buna toxundu. Bizim həqiqətən lisenziyalaşmadan əvvəl beynəlxalq sərgilərdə, tədbirlərdə, forumlarda iştirak edəndə Azərbaycan fintech bazarını yeni bir investisiya imkanı kimi tam təqdim edə bilmirdi xarici potensial investorlar. Bəli, çünki hüquqi baza yox idi, prudensial çərçivədə idarə etməsi olmadığına görə bunu riskli hesab edirdilər. Amma bugünkü gün biz lisenziya alandan sonra şəxsən öz şirkətimiz adına deyim ki, bir çox investisiya cəlb elədik. Hansı ki, həmən investisiyanı indi ana vətənimizin rəqəmsal ödəniş ekosisteminə xərcləyəcəyik və yerli ödəniş xidməti istifadəçilərinə təqdim edəcəyik. Ona görə yəni lisenziyanın çıxmağın bir üstünlüyü də bu idi. Allah, çox sağ olun fikirlərə görə. Tamerlan müəllim, sizə bir sual da ünvanlayım. Belə təcrübədə bir çox biz subyektlər görürük ki, bonus kartları təqdim edirlər. Bonus kartlarından sonra təbii ki, müxtəlif ödənişlərdə istifadə edirlər. Bu, yəni həm biz topdan satışda görürük, pərakəndə ticarətdə görürük. Yəni müxtəlif yerlərdə bunu müşahidə eləmək olar, müxtəlif subyektlər tərəfindən tətbiq olunan. Siz necə hesab edirsiniz? Bunun da gəlib ödəniş xidmətləri, ödəniş sistemləri haqqında qanunun çərçivəsində tənzimlənməsinə düşməlidirmi? Ümumiyyətlə burada tənzimləmə olmalıdırmı? Əslində qalsa bunun tənzimlənməsinə mütləq hesab edirəm. Çünki təcrübəsini öyrəndiyimiz və tətbiq etdiyimiz ilə Avropa Birliyinə baxsaq, tək özü bonus kartları deyil, layihəlıq kartları var orada, yanacaq doldurma məntəqələrinin kartları var, hətta nəqliyyat kartları var ki, müəyyən bir əməliyyat dövriyyəsi var. Həmin əməliyyat dövriyyəsi deyək ki, Avropa Birliyi 1 milyon evro götürür. Həmin əməliyyat dövriyyəsindən yuxarı dövriyyə olduğu təqdirdə subyekt özü qanunun əsasında, qanun artıq öhdəlik qoyub, subyekt özü birbaşa nəzarət quruluna bildirir ki, məlumat verir ki, mənim əməliyyat dövriyyəm 1 milyon avrodan bonusa münasibət. Bəli, 1 milyon avrodan yuxarıdır. Yəni ki, deyək X marketdə istifadə elədiyi bonus kartlarla əməliyyat dövriyyəsi qoyulmuş məbləğ keçəndən sonra özü nəzarət quruluna məlumat verir. Niyə? Çünki artıq alət spesifik alət olmaqdan ümumi xarakterə keçir və orada yaranan dövriyyə təsəvvürünüzə gətirin, nağdsız ödənişdən kənarda qalıb. Rəqəmsal ödənişdən kənarda qalıb. O dövriyyə orada baş vermir. Necə baş verir? Hesabda vəsait qalıb, sadəcə kartdadır da. Yəni yenə dəyişmir, amma reallıqda burada nağdsız ödəniş baş verməlidir. Və həmin dövriyyə gəlir rəqəmsal ödənişə daxil olur. Üstəlik də ki, bunun dövriyyənin özü də bir qayıdır əvvəlki dövrlərə, hansı ki tənzimlənmirdi. Dövriyyə var idi, amma tənzimlənmirdi. Eyni elə bir ki, mənzərə yaranır. Və üstəlik də bu mövcud olan təşkilatlar üçün bir rəqabət məsələsidir. Axı onların üçün də bir bazar açılmalıdır ki, o ekosistemə daxil olanda rəqabətdə bunlar uduzmasınlar. Çünki o qapalı bir şəbəkədə qaldıqca, şişdikcə dövriyyə həm ekosistemə mənfi təsir göstərir, həm də digərlərinin inkişafını tam qədər yubatmış olur. Bu üçüncü tərəflərin burada onu ödəniş kimi qəbul etməsi şərtdirmi, yoxsa fərqi yoxdur? Burada əslində qalsa, yəni o məbləğdən çox olanda olur. Əsas şərt odur da. Burada yəni mən yanacaq doldurma məntəqəsi kimi özümdə yığılan bonus elə mən gəlib həmin yanacaq doldurma məntəqəsində istifadə edə bilirəm ancaq. Bundan mı sizcə? Bəli. Əgər orada istifadə edirsinizsə, əsas problem odur. Orada istifadə edirsiniz, 1 milyon avrodan yuxarı dövriyyə formalaşanda artıq özünüz məlumatlandırırsınız nəzarət qurumunu ki, artıq bu dövriyyə əmələ gəlib qanunvericinin tələbinə əsasən. Onu da qeyd edim ki, tək orada deyil. Onun yanılmasa Türkiyə Respublikasında da həmin tələb müəyyən edilibdir ki, bu dövriyyə artıq müəyyən olunandan sonra nəzarət predmetinə çevrilir. Ya ödəniş təşkilatı olmalıdır, ya elektron pul təşkilatı olmalıdır. Mən icazənizlə əlavə edeyim. Maşallah Tamerlan müəllim danışandan sonra az hissə qalır. Amma sırf Türkiyə Cümhuriyyətindəki təcrübəni deməyi mən qeyd etmək istirdim və bu kənardan ola bilər belə görsənə bilər ki, bu konservativ bir addımdır. Biz
bonus loyallıq və müştəri bağlılığı kartlarının sabah elektron pul təşkilatı lisenziyası aldırmaqla onların işinə mane olaraq və s. Amma bu belə deyil, çünki bizim əsas işimiz elə fintech as a service yanaşmasıdır. Xidmət olaraq fintech-i təqdim edirik və hal-hazırda Türkiyədə 76 dənə elektron pul, belə deyək ki, MT nişanı kimi deyək də var. Bu ödəniş agenti və yaxud da ki, ödəniş təmsilçisi adı altında tənzimlənir Türkiyə Mərkəzi Bankı tərəfindən. Biz istəyirik Azərbaycanda da eyni təcrübəni gətirək. İndi hal-hazırda Mərkəzi Bankla yaxından işləyirik bu istiqamətdə və yeni bir xidmətimiz olduğu zaman sxemlərə və qanuna uyğunluğuna baxıb bunu tətbiq etməyi planlaşdırırıq. Amma yəni bunun həlli odur. Bəli, bir təsərrüfat subyekti əgər bonus kartı adı altında böyük bir məbləğdə hər hansı bir tənzimləyici orqan tərəfindən müəyyən olunmuş məbləğdən çox vəsaiti idarə edirsə, artıq mən də elə düşünürəm ki, o tənzimlənmə subyekti olmalıdır və bunun üçün də fərqli həllər var. Burada bir məqamı deyim, bu fərqli həllər dediyi biri odur ki, yəni şəxsi olaraq özü lisenziya alır. Lisenziya almaya bilər. Sadəcə fintech-ə ya digər ödəniş təchizatına müraciət edir, alətin istiqamətini dəyişir. Yəni hansısa bir komponent kart buraxa bilər, misal üçün. Arada artıq MSC tərəfi məlumdur, nəzarət olunan qurumdur və üzərində deyək ki, X təşkilatının adı qeyd olunur, komponent məhsul kimi. Yəni lisenziya almalısan da məhkumluğu yoxdur. Ya lisenziya almalısan, ya da məhsul dəyişməlidir, belə deyək. Yəni orada hansısa bir müddət bir də icazə verilməlidir ki, bu çevrilməni həyata keçirə bilsin və ya bu dəyişikliyi həyata keçirə bilsin. Çox sağ olun. Başqa bir bizim bir hissəsinin əslində növbəti suallarımızdan artıq elektron pul təşkilatlarının, fintech şirkətlərin gətirdiyi yeniliklər və s. əhatə olundu. Fintechlərin Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərində iştirakı necə görürsünüz? Yəni bu hissədə hansısa bir təcrübədə nə problemlər çıxır və yaxud da heç bir problem yoxdur. Bunun icrasında sizlər üçün banklar kimi sizlər üçün də çox rahatdır, hər hansı bir çətinlik qalmır. Çünki üzr istəyirəm, yəqin ki, bu inteqrasiya məsələləri, bu sistemlərə qoşulmaq, o tələblərə cavab vermək kifayət qədər böyük bir yükdür. Yəni o tələblər yüksəkdir kifayət. Bu aydındır məqsəd də niyə? Çünki burada böyük insanların orada vəsaitləri var. Burada böyük vəsaitlərdən gedir söhbət, insanların qanuni maraqlarının qorunmasından gedir. Mən belə hesab edirəm ki, bu ali məqsədi unutmayan bir elektron pul təşkilatı bu tələbləri yük kimi yox, əksinə özünə inkişaf imkanı kimi görür. Şəxsən öz adımıza deyim ki, dünən səhər çox ciddi bir server səviyyəsində insidentlə, texniki çətinliklə biz qarşılaşdıq və yaxşı ki, Mərkəzi Bankın requlativ tələblərinə uyğun olaraq bizim Yevlax şəhərində də ehtiyat data mərkəzimiz var. Yəni inandırım ki, biznes adamı olaraq mən yəqin ki, o data mərkəzini qurmazdım, çünki kifayət qədər xərci var. Amma sağ olsun, yaxşı ki, Mərkəzi Bank bizi məcbur eləyib o data mərkəzini qurmağa. Yekunda nə oldu? Həm biznesimiz vəsait itkisindən qarşısını almış olduq, həm də ödəniş xidməti istifadəçimizə dayanıqlı, təhlükəsiz maliyyə xidməti vermiş olduq. Ona görə bunun mən yük kimi yox, bir inkişaf imkanı kimi, dayanıqlılıq, uzun müddətli sağlam fəaliyyət göstərmək imkanı kimi baxıram. Və öz təcrübəmizdən onu qeyd edeyim ki, biz səmimi deyim ki, mənim bankların birində işlədiyim dövrdən yaranan bir təcrübə məndə belə bir fikir formalaşdırmışdı ki, Mərkəzi Bankdan çox çətin olacaq bizə lisenziya prosesi, bu müzakirələr və mən çox xoş bir şəkildə, necə deyim, sürpriz oldu da bizim üçün ki, Mərkəzi Bank çox konstruktiv, çox açıq, istənilən məqamda çağırırlar, dəvət edirlər, ora və yaxud onlayn görüşürük. Mərkəzi Bank üçün də yəqin ki, bir sıra yeniliklər idi. Yəni mən də, yəni onun tətbiqi onlar üçün də yəqin ki, bir çağırışlardan müşahidə olunurdu. Yəni çox gözəl. Və hətta görürsən ki, doğrudan da Mərkəzi Bankın ali məqsədi Azərbaycan Respublikası vətəndaşlarına, iqtisadiyyatına töhfə verməkdir. Ona görədir bizlə bir yerdə elə məqam olur ki, müzakirə edib ortaq məxrəcə gəlirdik və s. Bu baxımdan o psixoloji münasibətlər çox düzgün qurulduğuna görə texniki çətinliklər artıq normal iş prosesi kimi gəlir və həqiqətən də orada da görürsən ki, çalışırlar ki, bu məhsul sahibi kimi bu işi uğurlu bir şəkildə tətbiq eləsinlər. Çox sağ olun. Mən növbəti sualımı daha çox hüquqşünaslara ünvanlayacağam. Bu qanunda Azərbaycan qanunverici üçün çox yeni bir məsələ gəldi. Sandbox dediyimiz müvəqqəti o tənzimləmə yanaşmasıdır. Bu beynəlxalq təcrübədə tətbiq olunur, geniş tətbiq olunur və bunun təbii ki, özünün də üstünlükləri var. Lakin bizdə bu qanunda ilk dəfə olaraq bunun səslənməsi
bu yeniliklərə bir yol açdı. Bizdə yəqin ki, digər sahələr də bununla bağlı baxılmalı olacaq. Siz necə görürsünüz? Sandbox bu yanaşmanın bu qanunda tətbiqi istinad edilməsi birincisi sizə görə nə qədər bu yenilikdir, həqiqətən bir uğurdur və bu nələri gətirəcək, özündən üstünlükləri gətirəcək və ya gətiribdir və həmçinin də yalnız bu qanunda bunun səslənməsi necə düşünürsünüz? Digər qanun məsələlərdə də bunun tətbiqinə analoji olaraq imkan yaradır, yoxsa yox? Yəni tutaq ki, Mərkəzi Bankın elə tənzimlədiyi məsələlərdə sandbox yanaşmasına istinad eləmək olarmı? Ödəniş sistemləri və ödəniş xidmətləri ilə bağlı olmayan, yəni mülki məcəllə əsasında demək olarmı ki, qanun analogiyasını tətbiq eləyək bu yanaşma? Başa düşürəm, onun da öz çətinlikləri var, çünki çərçivə çox dəqiq olmalıdır, yanaşma çox dəqiq olmalıdır. Sən hansısa bir tənzimləmədən fərqli yön çıxış etmə imkanı verirsən, müəyyən nəzarət gücləndirməkdən. Necə düşünürsünüz? Yəni belə deyək, həm Mərkəzi Bank haqqında qanunda sandbox xüsusi tənzimləmə rejimi anlayışına baxanda, həm Mərkəzi Bankın qəbul etdiyi qaydalar baxımından baxanda deyə bilmərik ki, yalnız ödəniş sistemi, ödəniş xidməti istiqamətinə yönəlibdir. Çünki anlayışın özündə də maliyyə bazarlarında innovativ həllər nəzərdə tutulubdur və bu o deməkdir ki, maliyyə bazarlarının bütün subyektləri tərəfindən yalnız ödəniş sistemləri deyil, innovativ həllər üçün müraciət oluna bilər Mərkəzi Banka. Ən azından biz hüquq tərəfdən analiz eləyəndə qanunvericilik aktlarını bu istiqamətdə başa düşürük. Həmçinin belə deyək, xüsusi tənzimləmə rejiminin qaydaların özünə baxanda, müraciət ərizəsinə və belə deyək, tələblərə baxanda oradan da aydın olur ki, bir istiqamətdə deyil. Məqsəd sırf maliyyə bazarlarında təkmilləşdirməni həyata keçirmək, vətəndaşların daha operativ, innovativ həllərə çıxış yolunu artırmaq və bu istiqamətdə əslində qanunvericilikdə məhdudiyyət qoyulan hal-hazırda belə deyək də hansısa qadağa mövcuddur. Ancaq müraciət eləməklə, xüsusi tənzimləmə rejimi sandbox instrumentindən istifadə eləməklə artıq Mərkəzi Bankda əgər uğurlu həldirsə, bu qanunvericilik bazasını yeniləməklə həmin istiqamətdə işləməyə şərait yaradacaqdır. Biz bunu bu istiqamətdə görürük. Əslində o bayaq dediyim ödəniş agenti məsələsi mən elə düşünürəm ki, bu növ bir tətbiqin praktikada yoxlanılmasından sonra gətirilən bir instrumentdir. Çünki ödəniş agenti məsələsini biz belə deyək də dar çərçivədə tətbiq elədik. Onun qanunvericilik bazasındakı məhdudiyyətlərini Mərkəzi Bankla birlikdə araşdırdıq. Ondan sonra artıq qanunvericilik yeniləndi və hazırda bütün maliyyə institutlarının ödəniş agenti xidmətinə çıxışı təmin olundu. Oxşar instrument sadəcə artıq çərçivədə və bütün bazar üçün açıq şəraitə gətirilibdir bu qaydanın qəbul olunmasından. Bəs üçə baxam, o qaydanın özündə əvvəlində istinad olunur ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanuna. Yəni o qaydanın özü qanundakı məsələnin tənzimlənməsi üçün qəbul olunması hesab edirsiniz ki, bu məhdudiyyət kimi baxılmamalıdır da. Bu sadəcə bir çərçivədir və Mərkəzi Bankda sonra qaydalarında öz yanaşmasını bildirir ki, bu çərçivədən istifadə etmək olar və hesab edirsiniz ki, məhdudiyyət də olmamalıdır. Biz ən azından qaydanı analiz edəndə hüquqi baxımdan elə qiymətləndiririk ki, xüsusi tənzimləmə rejiminin anlayışı sırf belə deyək də məhdudlaşdırmır. Maliyyə bazarlarına ümumi yönəlibdir. Bilmirəm Mərkəzi Bankın mövqeyi necədir. Bir hüquqşünas kimi biz tərəfdə mövqe belədir. Xeyr, buna dar yanaşmaq düzgün deyil. Çünki sizin də qeyd elədiyiniz kimi, həmkarlarımızın da qeyd elədiyimiz kimi, təsadüf elə gətirdi ki, həm ödəniş qanununun qəbulu, həm də həmin dövrdə Mərkəzi Bank haqqında qanuna dəyişikliklərin edilməsi demək olar ki, eyni dövrə təsadüf elədi. Həmin ildə 2023-cü ildə Mərkəzi Bank haqqında qanuna dəyişiklik olundu və həmin yeni bir maddə əlavə olundu, xüsusi tənzimləmə rejimi adında. Qeyd olunan maddədə qeyd olunur ki, maliyyə bazarında Mərkəzi Bank innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi məqsədi ilə xüsusi tənzimləmə rejimini tətbiq edə bilər. Qeyd etdiyiniz kimi maliyyə bazarında qeyd edilməklə maliyyə bazarında nəzarət olunan sahədə, yəni həm sığorta olsun, həm ödəniş olsun, həm bank sahəsi, həm də qiymətli kağızlar bazarında istənilən növ, yəni sınaqdan keçirilməsi məqbul hesab oluna bilən istənilən növ innovativ məhsul və xidmət sınaq rejimində həyata keçirilə bilər. Və qeyd etdiyiniz kimi xüsusi tənzimləmə rejiminin əsası Mərkəzi Bank haqqında qanunda qoyulsa da, həmin maddə qeyd olunurdu ki, rejimin tətbiqi ilə bağlı qaydaları Mərkəzi Bank qəbul etməli idi. Daha sonra Mərkəzi
Mərkəzi Bank tərəfindən ayrıca qayda qəbul olundu və o qaydada da bütün müraciət proseduru, müraciətlərin qiymətləndirilməsi proseduru, sınağın həyata keçirilməsi prosedurları və şərtləri detallı təsvir olunur və həm qanundan, həm qaydadan ümumi analiz olunanda aydın olan olur ki, bütün maliyyə bazarına aiddir və sizə məlumat üçün qeyd edim ki, indiki dövrə qədər artıq bir sınaq dövrü demək başladıldı, müraciətlər qəbul olundu və o müraciətlər yekunlaşdı, onların qiymətləndirməsi və həmin müraciətdə 4 təşkilat seçildi, belə desək. 4 təşkilatın təqdim etdiyi ərizədə sınaqdan keçirilməsi üçün məqbul hesab oluna bilən 4 məhsul seçildi və bu gün onlar artıq sınağa başlayıblar, fəaliyyət göstərirlər. Daha sırf nəzarət olunmaqla birgə əməkdaşlıq çərçivəsində müəyyən müddət verilən müddət çərçivəsində baxırsınız və daha sonra uyğun olduqda artıq bunun hər kəs tərəfindən tətbiqinə şərait yaradılır. Bəli, sınağın nəticəsində biz analiz edəcəyik ki, artıq onlarla müqavilə bağlanıb, həmin müqavilədə qanvericinin hansı şərtlərinin həmin sınaq dövründə istisna olunacağı, hansının fərqli cür tətbiq olunacağı müəyyənləşdirilibdir və sınağın nəticəsi uğurlu hesab olunarsa, Mərkəzi Bank qanunvericiliyə, eyni zamanda Mərkəzi Bankın normativ xarakterli aktlarına zəruri olan dəyişikliklərin edilməsi və yaxud da edilməsi üçün zəruri olan digər tədbirlərin görülməsi üçün zəruri addımlar atacaqdır. Daha sonra isə qanunvericilikdə zəruri dəyişikliklər olduqdan sonra bütün belə deyək, digər şəxslər tərəfindən də müvafiq fəaliyyət həyata keçirilə biləcəkdir. Demək, bizim növbəti elə maraqlı məqamlardan da biri, bayaq Edqar müəllim də xüsusilə bu sahənin təmsilçilərindən biri olaraq qeyd elədi ki, bizim fəaliyyətimiz getdikcə genişlənəcək. Çünki rəqabət, bir sıra xidmət sahələri var ki, onlarda rəqabətdə banklar onlara uduzurlar. Yəni daha sərfəli olur və s. Düzdür, bankların hər bir halda fəaliyyəti daha genişdir. Bu hissədə onu balanslaşdırmaq, yəni ki, onlar üçün çətin olmamalıdır. Amma hər bir halda bunu nəzərə alaraq, əgər gələcəkdə həqiqətən elektron pul təşkilatları, fintech şirkətlərin fəaliyyəti genişlənərsə, daha uğurlu olarsa, daha səmərəli, sərfəli həll yolları tapdıqları halda banklara ehtiyac qalacaqmı və ya da banklara necə təsir edəcək bu? Əslində mən düşünmürəm ki, və yaxud da ki, belə deyək də, bazarda banklarda elə bir mövqe yoxdur ki, fintechlərin və yaxud da ki, elektron pul təşkilatlarının bazara girməyi bankların aradan çıxmağına, yəni sıradan çıxmağına səbəb olacaqdır. Çünki əksinə banklar fintechlərlə və belə deyək, digər təşkilat, ödəniş təşkilatları ilə işləməklə öz müştərilərinə daha fərqli, daha çevik, daha rəqəmsal xidmət göstərməyə imkan əldə edirlər. Ekosistemdə belə deyək də, daha operativ həllər təqdim edə bilirlər. Fintechlərin üstünlüyü nədən ibarətdir? Onlar çox dar sahədə, məsələn, yalnız bir istiqamətdə fəaliyyət göstərirlər. Banklar isə daha genişdir. Onlar bizdə kreditləşmə var, depozit məhsulları var, elektron xidmətlər də digər məhsullarla yanaşı var. Yəni bankların sadəcə biznes modeli dəyişir artıq. Banklar onsuz da dəyişməlidirlər. Daha çevik xidmət göstərməlidirlər. Bunun üçün də fintechlərə çıxış, fintechə investisiya eləyib, müqavilə bağlayıb fintechdən o xidməti almaq, ekosistemə qoşmaq daha rahatdır. Nəinki bankın həmin hissədə ixtisaslaşmış kadrları cəlb eləyib, ora investisiya eləməyi, özü belə deyək də, öz riskini tənzimləyərək hansısa bir əlavə departament, hansısa bir əlavə funksiya yaratmaq əvəzinə, onu fintechdən cəlb eləməklə daha operativ və lisenziyalaşdırılan hansısa bir təşkilatın xidmətindən istifadə eləmiş olur ki, əgər fintechin özü o istiqamətdə xidməti düzgün yerinə yetirməsə, hansısa regulyativ tələbi pozsa və yaxud da ki, hal-hazırda əsas məsələlərdən biri nədir? Əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi istiqamətində tələbləri pozsa, məsuliyyəti bölüşəcəyik. Digər halda isə bank %100 investisiyasını qoymalı, həmin sistemi tam formalaşdırmalıdır ki, burada artıq bankın kreditləşmə hissəsində bir balaca axsama olur və yaxud da ki, depozit cəlbi hissəsində, kartların emissiyası. Ona görə mən bankların sıradan çıxacağını deyil, sadəcə biznes modelini dəyişməklə əməkdaşlıq şəraitində daha korporativ, daha geniş xidmət şəbəkəsində xidmət göstərəcəyini düşünürəm. Banklar böyüyür. Bəli, banklar böyüyür. Belə deyək də, bank olmayan kredit təşkilatlarına da əslində qanun imkan verir ki, artıq onlar da müəyyən həddə öz kreditlərini öz daxilində təqdim edə bilsinlər. Bazar böyüyür, banklar daha böyük funksiyanı yerinə yetirəcəklər. Kiçik bazarda isə fintechlər, ödəniş təşkilatları, bank olmayan kredit təşkilatları onlar xidmət təqdim edəcəklər. Mən elə görürəm. Klassik bank fəaliyyətinə daha çox fokuslaşacaqlar, belə demək olarmı? Əksinə yox, daha böyüyərək fintechlər üzərindən daha operativ xidmət göstərə biləcəklər, daha rəqəmsal ekosistemi böyüdürlər. Bəli. Ekosistemi böyüdürük. Bəli, ekosistem böyüyür. Bugünkü diqqət edirsək, bu gün fintech ekosistemində bəzi təşkilatlar konkret bankdan asılıdır. Niyə? Qanunverici özü onu deyir ki, gəlirəm, hissəsə gələcəm. Hesablaşma bank tərəfindən aparılmalıdır.
birbaşa dolayı olaraq hələ ki çıxışları yoxdur. Müəyyən hüquqi sənədlər dəyişəcək. Yenə də nəticə etibarən dolayı iştirakçı olacaqlar ödəniş sistemlərində, Mərkəzi Bankda, daha doğrusu banklarda bunların hesabları olmalıdır. Hesablaşma tərəfindən artıq asılılıq var və yaxud da ekvivalent xidmətin göstərilməsi. Bir sıra fintexlər özləri birbaşa gedib Visa, Mastercard və yaxud da ki digər beynəlxalq ödəniş sistemində üzv olub lisenziya almırlar. Bankın aldığı lisenziya üzərindən fəaliyyət göstərirlər, ekvivalent xidmətin göstərirlər. Bu bir gündür. Amma sabaha baxdıqda nə baş verir? Daha mütərəqqi, daha tərəqqi, daha da inkişaf etmiş bazara malik olan ölkələrə baxaq. Və yaxud da İngiltərəyə, Sinqapura baxaq, çox uzağa belə getməyək. Nə baş verəcək? İnkişaf etdikcə bir sıra fintexlər artıq görəcək ki, banklara çox yaxınlaşır. Biz artıq məsələn ekspert qrup olaraq Mərkəzi Banka da müraciət etmişdik bununla bağlı ki, neobanklar var, rəqəmsal bank var. Rəqəmsal banklıq haqqında ayrıca bir qanun qəbul olunmalıdır. Ayrıca bir lisenziyalaşdırma prosesi müəyyənləşdirilməlidir. Təsəvvür edin, fintech inkişaf edəcək, o mərhələdən sonra yenə bank kimi olmaq istəyəcək. Bildirəcək ki, mən rəqəmsal bank olmaq istəyirəm. Xüsusi bir lisenziya şərtləri müəyyənləşdiriləcək. Lisenziya alıb rəqəmsal bank kimi çıxış edəcək. Cəmi bir filial olacaq ki, hardakı oradakı istehlakçıların şikayətlərini fiziki formada qəbul edəcək. Yerdə qalan bütün mühit rəqəmsal olacaq. Yəni fintexin sabahsı günü gəlib inkişaf etməklə bankla bərabər ola biləcək bir neobanka çevrilir. Və yaxud da ki, Şaban xanım düz vurğuladı, fintech neobank olmur, o inkişaf səviyyəsini istəmir, olduğu vəziyyətdə qalır və bankla elə bir işgüzar əlaqə qurur ki, misal üçün bank ondan rahatlıqla məlumat bazası kimi istifadə edə bilər. Ancaq o aslında biz o əlavə fəaliyyət növlərinə toxunacağıq yoxsa yox. O halda bank ondan məlumat bazası kimi toplanmış məlumatı istifadə edib onun üzərindən müəyyən xidmətlər çıxarda bilər. Ancaq gəlin onu da unutmayaq, Edgar bəy əvvəldən düzgün dedi ki, fintexlər daha çevikdir. Bankın maraq göstərmədiyi pərakəndə sahədə daha çevik, məsəl üçün QR kod, daha tez onlarda başa gəlir. Yəni o yüzden o çeviklikdən bank istifadə edib onun üzərindən öz xidmətlərini çıxarda bilər, hansında ki öz resursunu sərf etmək istəmir. Və bir uğurlu nümunə deyim, çox üzr istəyirəm. Bizim hazırki real nümunə odur ki, bizim beynəlxalq ödənişlərin təchiz olunması deyək xidmətində. Əslində bu pul köçürməsidir, amma qanunda pul köçürməsinin tərifi biraz fərqli qeyd olunduğuna görə biz belə deyirik. Və bu xidmətin təchiz olunmasında bizim partnyorlarımızdan biri vasitəsilə indi ölkəmizdəki 2 dənə banka 74 ölkəyə SWIFT-dən kənar alternativ pul köçürmə kanalını biz təqdim edirik. Yəni bizə banksız özümüzü təsəvvür eləmirik. Mütləq banklarla birlikdə iş görməyə planlaşdırırıq. Amma biz Tamerlan bəy dediyi o bəzi hissələr var ki, orada biz o çevikliyimizə görə və innovativ yanaşmağımıza görə, qərar vermə çevirliyimizə görə daha qabaqdayıq. Əslində banklar da elə fintechlərlə əməkdaşlıq şəraitində daha belə deyək də çevik xidmət göstərməyə yönəlir. Yeni məhsullar, müştəri məmnuniyyəti, mövcud müştəri bazasına daha belə deyək də uyğun xidmət göstərmək. Bizim belə deyək qanunda gördüyümüz və maraqlı məqamlardan biri bayaq siz qısa da olaraq toxundunuz, ödəniş agentləri məsələsidir. Ümumiyyətlə ödəniş agenti ilə sizdən başlayaq fikir almağa. Ödəniş agenti daha sadə formadadır, məlumatlandırmaqla həyata keçirilir, müqavilə bağlanmalıdır və s. Ödəniş agenti hansı hallarda subyekt ödəniş agenti sayılır ümumiyyətlə? Və bununla bağlı yanaşma necədir? Və yaxud ödəniş agentlərinin plusda bu proseslərdə nə qədərdir rolu, nə qədər vacibdirlər? Onlarsız elektronlaşmadan onları kənarda qoymaq olarmı, yoxsa hər bir halda onlara ehtiyac olacaq? Belə deyək, ödəniş agenti əslində Azərbaycan reallığında regionlarda istifadə olunması zərurəti olduğuna görə formalaşmış bir instrumentdir, mənə elə gəlir bizim bazarda. Çünki bankların filial şəbəkəsi hər bir ucqar kənddə, belə deyək, bu filial açmaq həm bankın maliyyə resursları baxımından, həm də strategiyası baxımından məqbul hesab olunmur. Ancaq ödəniş agenti xidmətindən istifadə eləməklə, deyək ki, poçt operatoru vasitəsilə, poçt operatoru bütün ərazilərdə yerləşir. Ödəniş agenti müqaviləsi imzalamaqla ki, artıq qanunvericilik buna icazə verir ki, riskləri bölməklə, müqavilə imzalamaqla və o müqaviləni Mərkəzi Bankda qeydiyyatdan keçirtməklə poçt operatorunu ödəniş agenti kimi cəlb eləyib regionlarda daha əhaliyə daha belə deyək də operativ xidmət göstərmək mümkün olur. Əhalinin bankın filialının yerləşdiyi əraziyə gəlməyinə ehtiyac qalmır. Sual yaranır ki, rəqəmsallaşma şəraitində buna ehtiyac varmı? Yəni, çünki bu belə deyək, bu müvəqqəti həll kimi görünə bilər. Yəni baxsaq onun tətbiq olunduğu ölkələrə, geniş tətbiq daha böyük ölkələrdir, əhali sayı çox olan ölkələrdir. Və yaxud da siz deyin ki, hazırda o bütün bank şəbəkələrinin və yaxud da bank xidmətlərinin elektron sistemlər vasitəsilə, informasiya texnologiyaları vasitəsilə həlli çatmamış
zonalarda çox effektivdir. Bizdə bunu onda belə deyək, müvəqqəti hələlik effektiv həll yolu kimi baxmaq olarmı? Yəni tam elektronlaşana qədər, xidmətlər tam genişlənənə qədər, bütün hər yeri əhatə edənə qədər və əhalinin elektron xidmətlərə çıxışını təmin edənə qədər. Çünki belə deyək də, bu həmin regionda yaşayan əhalinin özünün internet resurslarına çıxışından da asılıdır əslində bankın rəqəmsal xidməti təqdim etməsinin mümkünlüyü. Bu mümkün olmadığı şəraitdə maliyyə resursuna çıxışı biz təmin eləməliyik hansı vasitə ilə? Artıq bu gün varmı? Yəni o icazə versiniz var. Qısa bir şey söylədim ki, maraqlısı odur ki, bu gün yoxdur. Hələ yoxdur. Bazarda yoxdur. Real olaraq hüquqi çərçivədə ehtiyac yoxdur. Mərkəzi Bankanın istəyində yoxdur. Ehtiyac var, əlbəttə ki, var. Amma məsələn mən təcrübədə bilirəm ki, bir sıra ucqar regionlarda, rayon mərkəzlərində şəxslər var ki, onlar özləri müstəqil qaydada bir satılması, onu hesab mən edə bilərəm. Bir banka hesab açır və yaxud da ki, fintechdə hesab açır və həmin hesab üzərindən kənddə olan şəxslərin, həmin bölgədə yaşayan şəxslərin kommunal ödənişlərin, hansı bir əlavə digər ödənişlərin həyata keçirə bilir. Bu şəxs artıq ödəniş agentidir. Nədənsə biz həmişə ödəniş agenti deyəndə düşünürük ki, bu mürəkkəb yanaşır. Nağddır. Bu ancaq nağdla oynayır. Bunun nağdsız tərəfinə baxaq. Məsəl üçün mən o təcrübəni Qazaxstanda, Filippində görmüşəm, İtaliyanın özündə görmüşəm. Nə baş verir? Şəxs girir supermarketə, təsərrüfat subyektinə 100 manat deyək ki, 100 avro şərti deyək. Hansı bir vahiddə nağd vəsaiti verir, yerdə qalan vəsaiti istəmir. Deyir, mənim vəsaitimi nağdsız dövriyyə keçir. Nağd dövriyyə keçir nağdsız dövriyyə. Yəni biz onu həmişə tərsinə baxırıq ki, nağdlaşdırma hökm deyil ki, o nağdı verə. O nağdsız da verə bilər. Təəssüf olsun ki, hələ tam formalaşmayıb, amma pul köçürmələrin özləri. Zaltay kanalında pul köçürmə sisteminə baxaq, kifayət qədər geniş formada istifadə olunur. Rusiya Federasiyasında zamanda Beeline şəbəkəsi üzərindən işləyirdilər. Şənbə bazar günləridir, banklar işləmir. Fintech orada ofis açmaqda maraqlı deyil. Deyək ki, Ucqar Xınalıq kəndində. Amma orada hardasa bir yerdə hansısa bir mobil operatorun bir ofisi var. Vətəndaş yaxınlaşır şənbə günü, ona gələn, köçürülən vəsaiti, xaricdən gələn vəsaiti əldə edə bilir. Çox həqiqətən maraqlı məqamdır, amma bir məsələyə də fikir almaq istəyən bəlkə də ola bilsin ki, dəqiqləşmə artıq var. Ödəniş agenti ilə bağlı qanunda göstərilən 3 məqam var ki, 3 xidməti göstərə bilər. Amma Mərkəzi Bankın qaydalarında 4-cü xidmət əlavə olunub. Elektron pulun satışı həyata keçirib iştirak edə bilərlər və yaxud da elektron qalıq pulun nağdlaşdırılması. Amma qanunda bununla bağlı ayrıca bir xüsusi müddəa nəzərdə tutulmamışdı ödəniş agentlərinin verilməsində. Bu fərqli yanaşmanın hansısa bir məqamları? Yox, əslində qanunun 9-cu maddəsində, 9.1-ci maddəsində bununla bağlı var. Orada qeyd olunur ki, həmin qanun 3.1, 1-ci, 3.1, 2-ci, 3.1, 4-cü maddələrində nəzərdə tutulan ödəniş xidmətlərin eyni qaydada həmçinin elektron pulun qalığının qaytarılması xidmətini göstərə bilər. Elektron pulun satışına və elektron pulun qalığının qaytarılması prosesinə cəlb oluna bilər. Bizim yəqin ki, həm istehlakçılar üçün çox maraqlı məqamdır, həm də belə subyektlər üçün. Məsələn, məlumatların qorunması və eyni zamanda məlumatların bilirik ki, burada bank sirri məsələsi var, fərdi məlumatlar var, müxtəlif məlumat rejimləri tətbiq olunan belə deyək informasiyalar var. Və bu halda əsas bilmək istəyirik ki, fintechlərdən elə məlumatların qorunması səviyyəsi necədir və yaxud da bununla bağlı təcrübədə problemlər yaranırmı, şikayətlər varmı, etirazlar varmı, yoxsa elə hazırki çərçivə kifayət edir ki, məlumatları tam şəkildə qoruyaq? İcazə versiniz, mən praktikadan onu deyim ki, məsələn, mən yenə qayıdıram ona ki, əgər ali məqsədin başa düşən və bu tələbləri sorğulamayan fintech yəni qalmalıdır bazarda həqiqətən. Kimsə bunu yük kimi, bir baş ağrı kimi görürsə, onlar yaxşı budur ki, tez çıxsınlar aradan. Çünki yekunda Azərbaycan vətəndaşına xidmət verirlər və bu həssas ödəniş məlumatının təhlükəsizliyi, ümumi yığılan buradakı data bizim milli sərvətimizdir. O sərvətimizin təhlükəsizliyini təmin eləməyən bir fintech qalmasa yaxşıdır bazarda açığı. Digər tərəfdən bizim özümüz məsələn öz adımıza deyim ki, hal-hazırda PCI DSS 4.1-i başlamışıq və mart bayramları olmasına baxmayaraq bizim bütün komanda işləyəcək və hədəfimiz odur ki, aprelin ortasına qədər 4.1-i almış olaq. Məncə bir çox banklarda heç yoxdur bizim ölkədə 4.1 hələ kilik. İkinci, bütün linklərimizi, applicationlarımızı, yəni tətbiqlərimizi həm arxada, həm ön yüz hamısının təhlükəsizlik yoxlaması, pen test. Bəli, onu başlatmışıq hal-hazırda və çünki biz bunu başa düşürük ki, yekunda biz
millətimizə, vətənimizə xidmət edirik və məqsədimiz iqtisadiyyatımıza dəyər qatan bir məhsul verməkdir. Ona görə biz hamısını bayaq qeyd etdiyim kimi də böyük məmnuniyyətlə, həvəslə icra edirik və hesab edirəm ki, bir istifadəçi olaraq, belə deyək, Mərkəzi Bankın müştərisi sayılıramsa, elektron pul təşkilatı kimi, yəni müştəri olaraq mən çox razıyam tələblərdən və ora göstərilən dəstəkdən və şadam və hesab edirəm ki, bu bütün digər ekosistem oyunçuları tərəfindən tətbiq olunmalıdır. Çünki bizim məlumatın təhlükəsizliyi təmin olunmalıdır. Təbii etibar olmadığı halda insanlar da o xidmətə etibar eləməyəcəklər. Banklar baxımından baxanda da siz hər hansı bir bununla bağlı bir problem müşahidə baxın düşünürsünüz ki, var yoxsa yəni kifayət qədər həm qanunverici bazası var artıq. Yəni bayaq da dediyiniz istiqamətlərdə yəni qanunun yeni imkanlar açması ki, bölüşmə imkanları. Siz bunda risk görürsüz yoxsa hesab edirsiniz ki, düzgün yanaşmadır və onsuz da bu tənzimlənirsə niyə də olmasın? Əgər ödəniş xidmətindən istifadə olunacaqdırsa, bu məlumat ötürülməli idi. Çünki əks halda bu xidmətin göstərilməsi mümkün olmayacaqdı. Banklar haqqında qanuna dəyişiklik edilməklə də banklara bu imkan verildi ki, qanun çərçivəsində bank sirri təşkil edən məlumatlar sırf həmin xidmətin icrası üçün. Çünki bu sifariş onsuz da müştəridən gəlir və müştəri məlumatlıdır ki, bu xidmətin icra olunması üçün onun məlumatı ödəniş xidməti təchizatçısına yönəldilməlidir. Bu istiqamətdə biz fikirləşirik ki, problem yoxdur. Bizim qarşılaşdığımız problem nədən ibarətdir? Bəzən banklarda və yaxud da ki, bank hüquqşünaslarında anlaşmazlıq olur ki, bu xidmət üzrə məlumat hansı anda ötürülə bilər. Çünki əgər bankın müqaviləsi yoxdursa, o artıq qanunun təsiri dairəsindən kənara düşür və bank sirrinin pozulması sayılacaqdır. Mütləq şəkildə bankla həmin təşkilat arasında müqavilə olmalı. Qanun çərçivəsində belə deyək də icazə verilən həddə bank sirrinin paylaşılmasına o nəzər yetirilməlidir. Bank sirrinin pozulması müştəri hüquqlarının, istehlakçı hüquqlarının pozuntusuna gətirib çıxara bilər. Bank hüquqşünasları tərəfindən yanlış təfsir nəticəsində. Çox maraqlı məqamat toxundu Nüşabə xanım. Zəruri olan həddə. O zəruri olan həddi yəni müəyyənləşdirmək sizcə banklar üçün hər hansı bir çətinliyi varmı və ya da sizə bununla bağlı Mərkəzi Banka müraciətlər daxil olmur, yoxsa sadəcə artıq bunun mahiyyətini hər kəs başa düşür və praktikada da uğurdan tətbiq edir? Belə bir çətinliklər bununla bağlı şəxsən mən işlədiyim struktur bölməyə heç bir müraciətin daxil olduğunu xatırlamıram. Eyni zamanda bizim digər struktur bölmələrdən də bununla bağlı hər hansı bir sorğu daxil olmayıbdı. Amma mən niyəsə düşünürəm ki, qanunvericilik müvafiq hissələri kifayət qədər aydın tənzimləyir. Bildiyiniz kimi ödəniş qanunu qüvvəyə mindikdən sonra qeyd olundu ki, ödəniş qanunu özündə həmin bu, yəni təkcə bankların yox, artıq ödəniş və elektron pul təşkilatlarının da müştərilərinin məlumatları bank sirri hesab olunur və bu da ədalətli yanaşma idi. Çünki hər ikisi eyni növ xidməti göstərirdi. Hər üç növ təşkilat, həm ödəniş, həm elektron pul, həm bank. Onların da məlumatları bank sirri hesab olunur və bank sirri ilə bağlı rejim tətbiq olunacaqdır. Bank sirri rejimi böyük banklar haqqında qanunda nəzərdə tutulur və orada elə təsadüf elə alındı ki, və yaxud da qeyd etdiyim kimi banklar haqqında qanuna da Nüşabə xanım deyən kimi dəyişiklik olundu. Bildiyiniz kimi rejim bir qədər liberallaşdırıldı, belə desək. Əvvəllər bank sirri məlumatları yalnız müştərinin razılığı əsasında başqasına ötürülməsi nəzərdə tutulmurdu. Amma artıq bu gün icazə verir ki, bank müştərinin öz razılığı ilə bu ötürülə bilər. Təbii ki, o razılığın alınmasının qaydası da həmin qanunda müəyyənləşdirilir. Kifayət qədər zəruri keçilməli olan prosedur var. Yəni necə verilməlidir bu razılıq? O razılığa riayət olunmaqla məlumat ötürülə bilər. Elə məhz buna əsaslanaraq da həm də ödəniş qanunundan irəli gələrək açıq bankçılıq qaydaları təsdiq olundu, yəqin bildiyiniz kimi. Və bunun nəticəsində də təşkilatlar yeni innovativ bir xidməti müştərinin öz razılığı ilə ona göstərə bilirlər. Müştəri artıq məlumatlı olur ki, onun informasiyası bölüşüləcəkdir üçün şəxsən. Əslində qalsa burada bir başqa yöndən baxaq. Beynəlxalq təcrübə bilirlər, bəzi ölkələr bilirlər çəkincə mövqelər. Məsəl üçün biz son dövrdə olduğumuz İngiltərə özündə, İtaliyanın özündə, hətta Polşada bu özü sual yaradır. İri bir bank götürək, A bankı və fintech götürək. İnkişaf etməkdə olan fintech. Fintech öz müştərilərinə imkan verir ki, iri bir həmin bankda olan məlumatlarına çıxış əldə etsin. Nəticə etibarən fintech o məlumatları görür. Fintech əldə etdiyi məlumat... Amma vətəndaş da razılıq verir də ona ki, bəli, götürsün, bəli. Vətəndaş razılıq verir. Vətəndaş baxın da, o ödəmə mərhələsində hədiyəcək. Çünki ehtiyacı var, yəni. Bəli, xidmətə ehtiyacı var. Orada nə yazılacaq hələ o bilinmir.
Yəni vətəndaş razılıq verəcək. Məsəl üçün vətəndaş deyə bilər ki, mən bu məlumatlarımı götürməyə mən razıyam. Amma fintech o məlumatı toplayıb tək fintechdən danışmırıq ha. Burada digər ödəniş xidmət təchizatçısı var. Yəni hamı burada vasitəçi ola bilər. Qanun bunu məhdudlaşdırmır. Vasitəçi və yaxud da hesab üzrə məlumat xidməti göstərən subyekt o məlumatı toplayıb və yaxud da rəqəmsal platforma formalaşdırır. Misal üçün Trendyol və yaxud da Shopaz. Kimsə rəqəmsal platforma formalaşdırıb onun üzərindən də qeydiyyatdan keçməklə hesab üzrə məlumat xidməti təchizatçısı olur. Topladığı məlumat əsasında artıq məlumat özü rəqəmsal transformasiya dövründə yaxud da rəqəmsal dövrdə özü bir ali silahdır. Artıq ona necə istifadə edəcək, o artıq sual çıxarır. O da sırf elə tənzimləmənin, bəli, amma tənzimləmənin yenə də nəzarət orqanının biraz yükünü artıracaq. Yəni o hər şey yerinə otuzdururlarsa, tənzimə yerindədir, amma yenə də iri bir ödəniş xidməti təchizatçısı heç vaxt istəməz ki, onun olduğu məlumatlar rahatlıqla digər bir dəqiq təşkilata ötürülsün. Rəqabət şəraitində belə deyək də, rəqabətə biraz. Əslində eyni suallar bəlkə də əvvəlki ödəniş agenti hissəsinə keçsək, orada da bir qədər maraqlı məqamlar var ki, eyni istiqamətdə. Təbii ödəniş agentinə məhdudiyyət qoyula bilməz bir neçə subyektdən işləməkdə. Yəni o müxtəlif hamısından işləyə biləcək. Onu necə idarə eləmək, bəli, həqiqətən məsələn mən gəlib vətəndaş olaraq o mənə deməlidir ki, hansı ödəniş agenti olaraq kimlərlə müqaviləsi var, hamısını deyəcəkmi, hamısını deməyəcəkmi, buna necə nəzarət? Yəqin ki, praktikada bunda çətinlikləri olacaq. Yəqin ki, hamı ilk icazədən sonra, ilk başlamadan sonra yəqin ki, daha yaxşı görəcəyik. Əslində Mərkəzi Bank hər bir qaydasında informasiya təhlükəsizliyi hissəsinə xüsusi diqqət göstərir son zamanlarda xüsusi ödəniş qanunun qəbulundan sonra. Yəni çərçivəni müəyyən eləyir. Yeni qayda informasiya təhlükəsizliyi sahəsində də yeni qaydalar qəbul elədilər. O qeyd olunan məsələlərlə bağlıdır ki, eyni zamanda qanunvericilikdə göstərilir ki, topladığı məlumatı yalnız müvafiq ödəniş xidmətinin göstərilməsi üçün istifadə etməlidir. Başqa məqsədlə toplaya bilməz, istifadə etməməlidir. Bu kimi belə deyim tənzimləyici müddəalar var, qoruyucu müddəalar var qanunvericilikdə. Müşahibə xanımın da dediyi kimi, həm də maliyyə bazarında nəzarət olunan subyektlər üçün informasiya təhlükəsizliyi qaydası 23-cü ildə təsdiq olunub, hansı ki, bu ilin aprel ayından artıq qüvvəyə minəcək. Yaxın sizə onda belə bir sualla da müraciət edeyim. Növbəti elə sualımız belə bilmək istədiyimiz məqamlardan biri də odur ki, qanunu oxuyanda baxırsan, vətəndaş müraciətləri ilə bağlı qanunvericilik bilinir, orada müddətlər var, müraciətlərə baxılması və ödənişlərlə bağlı tənzimləmələrdə görülüb bu müddətləri. Bu qanunda da 7 iş günü götürülüb. Yəni niyə məhz 7 iş günü və digər qanunvericilik yanaşmasından daha fərqli yanaşma ki, 7 iş günü müddətində, yəni ondan gec olmayaraq baxılmalıdır? Bu yanaşmanın əsasında nə durur? Əslində çox maraqlı sualdır. Elə bu sualı biz əslində qanun layihəsinin hazırladığımız dövrdə və son mərhələsində belə deyim, digər dövlət orqanlarına razılaşdırma mərhələsində də çox qarşılaşdıq və təklif edən şəxslər var idi ki, elə vətəndaş müraciətləri haqqında qanuna əsasən müəyyənləşdirilən müddətlərdə baxılsın. Amma biz burada elə belə deyim, əvvəldən 7 gün olmasını kəskin dəstəkləyirdik belə desək. Çünki burada məsələ maliyyə vəsaitindən gedir. Müştərinin maliyyə vəsaiti bu çox həssas bir mövzudur. Bu tip müraciətlərə çox həssaslıqla yanaşılmalıdır. Çünki həm nəticədə maliyyə vəsaitinin itkisinə gətirib çıxara bilər. Eyni zamanda həmin müddət ərzində müştəri maliyyə vəsaitindən məhrum ola bilər ki, hansı ki, bu onun üçün başqa növ çətinliklərlə rastlaşa bilər. Məsəl üçün elə öz başıma gələn hadisədən danışım. Keçən gün bir banka yaxınlaşanda öz təqsiri mücbatından oldu bu əslində. Məsəl üçün hesabıma düz proseduru axıra qədər yerinə yetirmədiyimə görə vəsaitin hesabıma yerləşdirilməsi gerçəkləşdirilə bilinmədi. Və mən tez dərhal banka müraciət elədim və bank çox qısa müddətdə 3 iş gün ərzində dəstək oldu ki, mən vəsait hesabıma mədaxil olunsun və mən həmin an düşündüm ki, bu vəsaitə çox ehtiyacı olan insanlar ola bilər, düzdürmü? Həmin vəsait elə bir miqdar ola bilər ki, bir həftə, yəni vəsait bir həftə mənim üçün məsələn çoxdur mənim üçün də və yaxud da əgər müsabaqə maliyyə vəsaitindən gedirsə. Çünki orada elə daha az müddət müəyyənləşdirmək də təchizatçılar üçün zərər ola bilərdi. Çünki onlar da müxtəlif sistemlərdən istifadə edirlər, müxtəlif ödəniş sistemlərinin üzvüdürlər. Bəzi hallarda onlar da məsələni həll etmək üçün öz ödəniş sistemlərinə müraciət eləməlidirlər. Bəli. Banklar tərəfindən də resurs istifadə olunur ki, məsələnin həllini olur. Bəli, mən çox istəyirəm, yəni bu ödəniş xidməti istifadəçiləri ilə bağlıdır. Yəni bu proseslərdə bir qədər arxayınlıq da yaratmamalıdır ki, bir həftəyə baxmalısan. Yəni sən çalışmalısan daha tez olsun, müştəri yönümlü yanaşmalısan. Çünki siz deyən kimi maliyyə vəsaiti müştərilərin ehtiyacı çoxdur. Yəni maksimum tez baxılmalıdır. Sadəcə bu sənə qanunun verdiyi maksimum müddətdir. Biraz o istiqaməti yəqin ki bu subyektlər nəzərə almalıdırlar. Mərkəzi Bank yəqin o hissədə gedib o tövsiyələr və s. də bu hissədə əlbəttə hər zaman izahlar eləyir, bəli.
Hər zaman bu müddətin maksimum müddət olduğu qeyd olunur və əslində mən öz təcrübəmdə də həmişə təchizatçıların daha sürətli həll etməyə maraqlı olduqlarını görmüşəm. Tamam, sizin növbəti sualımız sizə yönləndirmək istəyirəm. Ödəniş sistemləri ilə bağlı qısa istəyərdik bilmək. Bu qanun qəbul olunandan sonra ödəniş sistemlərində nə dəyişdi? Yəni ödəniş sistemi daha çox mərkəzi bank belə deyə bazaydı da bu hissələrdə. Sistem baxımından danışaq yoxsa ekosistem baxımından danışaq? Ödəniş sistemindən danışsaq biz daha biraz dar təsvir edəcəyik. Gəlin ekosistem üzərindən gedək ki, biraz daha geniş olsun. Nə müşahidə olunur? Şəxsi müşahidəm göstərir ki, ölkə əsasında qonşu ölkələrin fintechləri, yəni ödəniş təşkilatları, elektron pul təşkilatları tərəfindən ölkəyə maraq artır. Yəni lisenziya müraciəti alınması üçün canfəşanlıq deyilmi, maraq deyilmi, bu artır bu tendensiya. Müşahidə olunan hallardan biri odur ki, elektron pul təşkilatları arasında qarşılıqlı inteqrasiya daha da dərinləşir. Baxsız artıq bəzi elektron pul təşkilatları öz aralarında vəsaitlərin köçürülməsi imkanını təmin edirlər. Əvvəllər bu yox idi. Banklar öz aralarında eləyirdi, fintechlər eləmirdi. İndi elektron pul təşkilatları müəyyən bir şuruz düzəldirlər, müəyyən bir inteqrasiya əsasında qarşılıqlı pul vəsaiti köçürürlər. Yeni həllər gəlir. Misal üçün, ən son gələn Turan pul köçürmə sistemi deyə bilərik. Sandbox rejiminin tətbiqi nəticəsində kriptovalyuta bazarında indiyə qədər görməmişdik. Birdən-birə yanılmamsa 2 ya da 3 layihə çıxdı. Uğurlu layihə tətbiq olundu ki, kriptovalyutanı sırf elə ikisi fintechlər tərəfindən təqdim olundu. 4 layihə idi. 4 layihədən yanılmamsa tam virtual minimum 2 aktiyayla layihədən tanış idim ki, fintechlər tərəfindən bazara çıxarıldı. Digər bir tərəfi ola bilər ki, OpenAPI platforması, indi hal-hazırda Mərkəzi Bank tərəfindən məhz ekosistemdə baş verən dəyişiklikdən danışırıq. OpenAPI platforması düzəlir. Platformanın düzəlməsi öz-özlüyündə məhz qanunda müəyyənləşən vasitəçiliyi, hesab üzrə məlumat xidmətlərinin, məlumat xidməti təchizatçı xidmətinin göstərilməsini təmin edəcək. Birbaşa imkan verəcək ki, başqa ölkələrdə necədir? İngiltərədə vahid standart. Çox yəqin ki, növbəti mərhələdə vahid bir OpenAPI standartda düşünürəm ki, qəbul olunacaq. Həmin standart üzərindən o platformalaşma imkan verəcək ki, banklar və digər ödəniş təchizatçıları OpenAPI xidmətindən istifadə etsin. Və ən əsası da gələk çıxar ani ödənişlər sisteminə. Ani ödənişlər sisteminin növbəti mərhələdə inkişafı hesab edirəm ki, ona gətirəcək ki, fintechlər ora birbaşa olmasa da birbaşa qoşulacaq çox yəqin ki. Ya güman dolayı olacaq. Amma nəticə etibarilə çıxacaq ora. Yəni fintechin müştərisi hiss edəcək ki, 24/7 ərzində alətə yox, birbaşa IBAN-a bağlı hesabına vəsait daxil olur. Və ən mühüm ödəniş sistemləri baxımından olan üstünlüyü onda olacaq ki, bu ani ödənişlər sistemində digər təşkilatları qoşmaqla artıq beynəlxalq ödəniş sistemlərinin tətbiq etdiyi alətlərə alternativ bir həllər ortağa çıxara bilək. Çox sağ olun. Biz sonuncu sualımızı ilə ünvanlandırmaq istəyirik. Günay xanım sizə. Bir ki, qanunda birbaşa əks olunmuşdur ki, təxminən qüvvəyə mindiyi tarixdən 6 ay ərzində o lisenziya alma, hansı ki bu fəaliyyətə düşürlər və lisenziya almalıdırlar artıq. O təşkilatlara bir vaxt tanınmışdı ki, həm qanunun tələblərini öyrənsinlər və eyni zamanda qanundan gələn Mərkəzi Bankın qaydalarının tələblərini öyrənsinlər və ona uyğun fəaliyyətlərini qursunlar. Bizdə o fəaliyyət göstərən təşkilatlar hamısını bunu edə bildilərmi? Və artıq bu sahədə 6 aylıq qanunun verdiyi o müddətdə orada hər hansı bir problem qalıb, yoxsa demək olar ki, məsələ həllini tapıb? Xeyr, məsələlər hər biri həllini tapdı. Təbii ki, qanun əsas məqamların hamısını müəyyənləşdirsə də, bəzi hissələrdə həmin o belə deyim, tətbiqi mexanizmlərini müəyyənləşdirməyi Mərkəzi Bankın normativ xarakterli aktlarının öhdəsinə qoymuşdu, siz dediyiniz kimi və həmin tətbiqi mexanizmlərlə bağlı Mərkəzi Bank 2024-cü ildə çox sayılı işlər apardı və qanuna əsasən 5 qayda qəbul elədik və 5 qayda olmağına baxmayaraq təqribən fərmanda müəyyənləşdirilən bütün tapşırıqların hamısı o 5 qaydada əhatə olundu. Bu qaydalar əsasən ödəniş və elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi qaydası idi. Ondan sonra gücləndirilmiş müştəri autentifikasiyası, ödəniş agentləri ilə işin təşkili qaydası, eyni zamanda ödəniş əməliyyatlarının aparılması, ödəniş alətlərinə dair tələblərlə bağlı qaydalar idi ki, bunlar hamısı belə deyim ekosistemdə fəaliyyətin tam tənzimlənməsinə kömək elədi. Xüsusilə birinci adını çəkdiyimiz qayda ödəniş elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi qaydası həmin bu təşkilatların, yəni lisenziya almaq üçün müraciət edən şəxslərin lisenziyalaşdırma bu prosesdə təqdim etməli olduqları sənədlərə dair bəzi tələblər müəyyənləşdirildi ki, zəruri olan müddət ərzində qəbul olundu və beləliklə də təşkilatlar hamısı artıq lisenziyalaşdırmaya müraciət etmək üçün zəruri infrastrukturla təmin olunurlar və məlumat üçün qeyd edeyim ki, artıq bazarda 8 ödəniş təşkilatıdır, bir ödəniş sistemi operatorudur və elə bir gündə
17-ci elektron pul təşkilatının lisenziyalaşdırma prosedurundan keçərək artıq bazarda fəaliyyət göstərirlər. Belə, yəni Mərkəzi Bank tərəfindən qəbul olunmalı, bütün haqlar qəbul olunaraq fərmanın icrası təmin olunmuşdur. Çox gözəl. Əslində dediyimiz kimi mövzu çox aktual mövzudur və aktuallığını hələ də qoruyacaq bir mövzudur. Xüsusilə də yeni texnologiyaların ödəniş xidmətləri, ödəniş sistemləri sahəsində tətbiqi də bunu daha da aktuallaşdıracaq və qloballaşma bunu aktuallaşdıracaq. Və görünən də odur ki, müxtəlif bazar subyektləri arasında bu sahədə rəqabət daha da güclənəcək və bundan istehlakçılar ən çox xeyir götürəcək şəxslər olacaqlar. Və onu da qeyd etmək lazımdır. Qanunun belə deyək, artıq sırf lisenziyadan sonra tətbiqi müddəti təxminən 1 ilə yaxın bir müddətdir. Çünki lisenziyadan, qaydalardan sonra artıq lisenziya almağa başladığı müddət, bir müddət hələ azdır. Demək ki, bütün boşluqlar doldurulub. Yəqin ki, bütün hər şey tam tələblərə uyğundur. Yəqin bir neçə il müddətdən sonra bəlkə də yeniliklər də öz qanuna təkliflər olunacaq yəqin bununla bağlı. Amma hər bir halda qanun vacib qanun idi, mütərəqqi qanundur öz qəbul olunduğu dövrə uyğun olaraq da. Və bir daha hər birinizə gəldiyiniz üçün, iştirak etdiyiniz üçün və dəyərli fikirlərinizi, suallara dəyərli cavablarınızı bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Növbəti görüşlərdə görüşənədək çox sağ olun. Təşəkkürlər.